Valideynlər və müəllim yoldaşlarım, bugün bu cümlə daxilində sizə bir neçə qaydanın izahını verəcəm. Çünki bəzən bu tip suallarda uşaqlar qarışdırırlar, hansı ki, əslində bu qaydaların hamısını zamanla mükəmməl şəkildə öyrənirlər, amma bu qaydaları ümumi birləşdirə bilmirlər. Testdə də ona görə aləmi qatırlar bir-birinə. Ona görə bir cümlə vermişəm sizə. Mən dəftər, qələm, kitab aldım. Tutaq ki, bu cümlədən sizdən həmcins üzvlər haqqında məlumat istəyir. Biz bilirik ki, həmcins üzvlər necə olurdu? Eyni qrammatik şəkilçiyə, quruluşa malik olan, eyni suala cavab verən sözlər idi, düzdürmü? Əla. Və biz burada ilk baxışda görürük ki, həmin bu həmcins üzvlər nəyə oxşuyur? Dəftər, qələm və kitab mübtədaya oxşuyur, düzdürmü? Əla. Yəni bunu belə düşünə bilərik. Amma bizim bir tamamlığımızın qaydası var. Hansı ki, həmin bu tamamlığımızın qaydasında biz öyrənmişdik ki, tamamlığımız qeyri-müəyyən təsirli halda olan isimlərin şəklində də ola bilir. Və mən xəbərimə baxıram. Mənim xəbərimdən öncəki, yəni xəbərimə tutaq ki, aldım sözüdür, düzdürmü xəbərim? Aldım sözünün əvvəlindəki sözə mən nəyi sualını verə bilirəmsə, demək ki, buradakı həmcins üzvlərin mübtəda yox, nəyi hansının deməli cümlə üzvü idi, hansı sual idi? Nəyi? Tamamlığın sualı idi, düzdürmü? Deməli, burada həmcins mübtəda yox, həmcins xəbərlər var. Mən baxıram, mən dəftəri aldım. Bağlantı qura bildimmi? Bəli, qurdum. Mən qələmi aldım. Bəli, bağlantı qura bildim. Mən kitabı aldım. Əla. Demək ki, burada həmcins deməli tamamlıqlar var. Həmcins mübtədalar yox. Bir də xatırlatma eləyirəm. Mən həmcins üzvlər qaydasında əsas bu hissəyə toxunmalıyam ki, xəbərimə baxmalıyam. Əgər mənim xəbərimdən öncəki sözə nəyi sualını verə bilirəmsə, bu qeyri-müəyyən təsirli halındadır və bu mübtəda yox, tamamlıq vəzifəsində, tamamlıq cümlə üzvü vəzifəsində iştirak etdiyini anlayacağam. Və biz deməli qeyri-müəyyən təsirli halını öyrənmişdik. Hansı mövzuda? İsimdə öyrənmişdik. Əlavə də olaraq bu tip qaydalarda mən əlavə əvvəlki qayda izahlarında da izah eləmişəm, hamısını xırdalığına qədər. Amma bir neçə qaydanı uşaqlar ümumiləşdirib, yəni ismin məsələn təsirli halı ilə tamamlığı birləşdirə bilmirlər, ya qeyri-müəyyən tamamlıq üzr istəyirəm, qeyri-müəyyən təsirli halı artıq burada birləşdirə bilmirlər, mənanı tuta bilmirlər. Ümid edirəm, bu qayda bütün şagirdlər üçün ümumiləşdirici rol oynadı. Belə tipli qaydaların izahı üçün səhifəmi bəyənməyi, kanallarıma abunə olmağı və paylaşımlarımı altından şərh yazmağını sizdən xahiş edirəm ki, belə tip videolar hər dəfə davamlı olaraq gəlsin. Belə, bugünlük bu qədər. Özünüzə yaxşı baxın.